5 iyun bütün dünyada ətraf mühitin mühafizəsi günü kimi qeyd olunur. Ekoloji problemlər və ətraf mühitin mühafizəsi Azərbaycanda daim diqqət mərkəzindədir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədi ilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanma, bu sahələr üzrə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi dövlətin ekoloji siyasətinin əsas istiqamətləridir. Ekoloji mühitin sağlamlaşdırılması üçün biomüxtəlifliyin mühafizəsi, meşələrin, yaşıllıqların artırılması, su ehtiyatlarının idarə olunması kimi mühüm addımlar atılmalıdır. 5 iyun tarixinin Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına 1972-ci ildə BMT-nin Baş Assambleyasının İsveçin paytaxtı Stokholmda keçirilən iclasında qərar verilib.